çox müraciət eləmişəm belə şirkətlərə, belə varlı insanlara. Hamı ağlayır. Ya bu problem var, ay imkan yoxdur. Doğrudan həqiqətən o boyda məsələ üçün. Bilirəm ya borc, qardaş mənə deyə bilər ki, mənim borcumdur ki, mən sənin borcun yoxsa markaya borcluyam. Da təzyiq də göstərə bilmirsən və o bir tərəfdən dilənçilik də istəmirsən deməyə. Amma orada söhbət edəndə baxırsan ki, qardaşın geyiminə, maşınına, buradan deyir ki, mənim 1200 dollar, 2000 dollar pulum yoxdur. Çox süperdir təəssüf ki. Məsəl üçün o baxımdan mən qeyd eləmək istəyirəm Aslan Mövsümov və Rasul Mövsümov qardaşları, hansı ki UFC Bakıda keçirilməsinə görə çox böyük rol oynayıblar. Mənim tanışlarımdılar, yaxın dostlarım, dostluq edirik biz, yaxın uşaqlardır. Bunlar həqiqətən kömək edirlər və edirlər, hətta indiyə bugünə qədər UFC dəstəkləyirlər, Rafael Fiziyevi dəstəkləyirlər, Nazim Sadıqovu da bu döyüşdən də qabaq diqqətlə yanaşırdılar. Belə insanlar bizdə çox olsa, Mövsümov kimi, Aslan və Rasul super olar. Bəli. Amma yoxdur.